Salam, hər vaxtınız xeyir olsun. Piknik sezonu açıldığına görə mən də istədim ki, sizinlə istirahətlərinizə dad qatacaq çox dadlı sendviç resepti paylaşım. Xəmirini hazırlayaq. Yoğurma qabına 1 stəkan ilıq su və 1 stəkan ilıq süd əlavə edirəm. Üzərinə 1 yemək qaşığı şəkər tozu və 1 paket maya əlavə etdim. Maya həll olana qədər çırpıcı ilə yaxşıca qarışdırdım. Kütləyə yarım stəkan, yəni 100 qram duru yağ və ağını sarısından ayırdığım bir yumurtanın ağını əlavə edib sarısını üzəri üçün saxlayacağım. 1 sivrim yemək qaşığı da duz tökərək təkrar çırpıcı ilə qarışdırdım. Daha sonra ələnmiş unu əlavə edirəm. Əvvəlcə 2 stəkan unu əlavə edib yaxşıca həll etdim. Sonra təkrardan 2 stəkan un əlavə edərək bu dəfə spatula ilə qarışdırıram. Mən hər zaman belə az unu əlavə edib qarışdırmağı üstün tuturam. Siz də belə etsəniz daha yaxşı nəticə alarsınız. Təkrardan 2 stəkan un əlavə edərək əlimlə xəmir yoğuracağam. Orta yumuşaqlıqda ələ yapışmayan bir xəmir əldə olunmalıdır. Unun da miqdarı çox az dəyişə bilər. Əgər xəmiriniz çox yumuşaq olsa, dəzgaha çox az un səpərək də yoğura bilərsiniz. Yoğurma qabına xəmiri təkrar yerləşdirib üzərini streçlə örtüb otaq temperaturunda 45 dəqiqə mayalanmasını gözləyəcəm. Mayalanan xəmirin havasını alıram. Dəzgahda təkrar yoğururam ki, bişirintilərdən maya qoxusu gəlməsin. Xəmiri uzunsov formaya gətirib 10 eyni bərabər hissəyə böləcəm. Böldüyüm hissələri gözəyara etdim. İstərsəniz tərəzidən də istifadə edə bilərsiniz. Xəmiri kündələyib, bir kənara yığıb, üzərini örtərək təxminən 5-10 dəqiqə arası təkrardan mayalandıracağam. Mayalanma müddəti otağınızın hərarətinə görə də dəyişə bilər. Çox kündələrin qabarmağını gözləmirəm və ilk hazırladığım kündədən başlayaraq sendviçlərimi hazırlayacağam. Mən hazırlayana qədər digərləri də yavaş-yavaş mayalanacaq. Dəzgaha heç un səpmədən kündəni təxminən orta boy boşqab böyüklüyündə yaydım və üzərinə təxminən 1 çay qaşığı qədər duru yağı hər tərəfinə çəkdim. Gördüyünüz şəkildə 2 qat qatladım. Elə birbaşa yağlı kağız sərdiyim soba listinə yerləşdirdim. Digər kündəni də eyni qayda olaraq yumru formasında yaydım. Ara qatını yağlayıram. 2 qat qatlayıb soba listinə yerləşdirirəm. Yağı ona görə vururuq ki, sonradan açan zaman rahat şəkildə sendviçi bir-birindən ayıra bilək. Belə formada bütün kündələrimi hazırlayaraq üzərini örtüb otaq temperaturunda təxminən 10 dəqiqə ərzində dincəltdim və gördüyünüz kimi bu şəkildə qabarıb. Əvvəlcədən ayırdığım yumurta sarısının üzərinə elə içinə vurduğum yağdan bir qədər tökdüm. Çəngəl ilə çalaraq bütün sendviçlərin üzərinə yaxşıca çəkirəm. Və son olaraq üzərinə gün süddən səpərək əvvəlcədən qızdırdığım 200 dərəcəli sobada alt üst rejimdə üzəri qəşəng qızarana qədər bişirəcəm. Bişmə vaxtı hər zaman dediyim kimi sobanıza görə dəyişə bilər. Nəzarətdə saxlamağınız mütləqdir. Üzəri bu şəkildə qızaranda artıq sobadan götürə bilərsiniz. Gördüyünüz kimi altı da üzəri də eyni formada çox gözəl qızarıb. Verdiyim reseptə əsasən 10 ədəd sendviç alındı. İstərsəniz daha kiçik ölçüdə kündələri tutaraq daha çox əldə edə bilərsiniz. Soyuduqdan sonra ortasını bu şəkildə açıb içinə istədiyiniz ərzaqlardan yerləşdirə bilərsiniz. Mən çaxı, pomidor və kalbasadan istifadə etdim. Sizdən bir xahiş edim, əgər videonu bura qədər izləmisinizsə, kiçik də olsa rəy yazmağı və kanala abunə deyilsinizsə, abunə olub zınqrov işarəsini açın ki, qoyduğum videolardan yenidən xəbərdar ola biləsiniz. Həmçinin videolarımı yaxınlarınızla, dostlarınızla paylaşmağı da unutmayın. Bu qədər artıq sendviçlərim hazırdır. Doğrudan da çox dadlı görünür. Mən ailə üzvlərinin sayına uyğun olaraq hazırlayıb, qalanını isə gördüyünüz kimi əvvəlcə pingvin kloka yerləşdirib, daha sonra streçə bükərək soyuducuya yerləşdirəcəm. Lazım olduğu zaman götürüb istifadə edəcəm. Kiçik bir məsləhət də verim. Yaxşı olar ki, içiliyi yediyiniz zamana yaxın bir müddətdə qoyasınız. Uzun müddət içilikli saxlasanız, sendviçləriniz bir qədər su çəkə bilər. Bu qədər dəyərli izləyicilər, yumuşaqlığında görürsünüz, bölüb sizə göstərəcəm. Videonun sonunda elə bu sendviçlərə uyğun kiçik bir piknik videosu da əlavə etmişəm. Əgər elə videoları görmək istəyirsinizsə, Instagram adresimdə də məni izləməyi unutmayın. Hekayələr bölməsində gündəlik həyatımızdan paylaşımlar da edirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, Allaha əmanət olun.
seviyorum. Evet. Onu seviyorum.